Avtomobil idarə edən vətəndaşlarımızın əksəriyyətinin telefonunda SMS radar proqramı yüklənmişdir və həmin o proqram vasitəsilə onlara tətbiq olunan cərimələrin inzibati tənbihlərindən tanış olurlar. Bəzən olur ki, həmin cərimələrin ödənilməsi müddəti ya sizin, ya da başqalarının ucbatından gecikdirilmiş olur və yaxud da sonuncu etibarnamə kimin adındadırsa, həmin şəxsin adına əsassız cərimələr yazılır və bunun nəticəsində sizin həmin SMS radar proqramında tanış olduğunuz İnzibati Xətalar Məcəlləsinin 529.3-cü bəndinə əsasən inzibati tənbih edilmişsiniz məlumatı olur. Və bu həmin o cərimələr ödənildikdən sonra belə həmin o yazılar, o tənbihlər SMS radar proqramına silinmir və bununla bağlı siz avtomobilinizlə bağlı heç bir əməliyyat apara bilmirsiniz və sizin ümumiyyətlə nəticədə həmin sizin sürücülük vəsiqənizin müəyyən müddətdə məhdudlaşdırılması ilə nəticələnir. Əgər sırf İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin inzibati tənbih tətbiq olunması barədə problemlə üzləşmişsinizsə müraciət edin, kömək edək. Bunu mən demirəm, bunu qanun deyir.